Siz. Mən bir daha salam. İndi yəni qeydiyyat olundu. Xanımlar, biz bugün 2 təlimi sizlərlə bölüşəcəyik. Birinci təlimi sizlərlə Şəlalə İbrahimova xanım sizə qeyd edəcək. Zəhmət olmasa orqanizatorluğu vermisiniz. Xanım, adınızı bilmirəm. Nərmin xanım və Şəlalə xanım, hər birinizi salamlayıram. İkinizi də sizə orqanizator etmişəm, yəni işinizi görə Yox, bilərsiniz. tamam. Yaşam, təşəkkür ederim. O zaman Şəlalə xanım siz start edin, başlayın. Sonra ikinci Hı. növbəti dəqiqələrdə mən sizlərlə Hı bir hı. olacağam. Uğurlar sizə. Tamam, çox sağ olun Nərmin xanım. Salamlayıram hər birinizi. Mən Şəlalə İbrahimova, psixoloqam və yemək pozuntuları üzrə ixtisaslaşmışam. Həmçinin də Andopda təlimçi olaraq fəaliyyət göstərirəm. Burada səsin az gəlməsini qeyd edirlər. Mən yəni zəhmət olmasa orqanizatorlardan xahiş edəcəm, təşkilatçılardan ki, bu texnika məsələlərə diqqət etsinlər. Şəlalə xanım, Mən üzr istəyirəm. çalışacağam. Bunu gəlin belə sorğu verək də, onu Aha. bilmək olur. Çünki əgər hər kəsdə səs zəif Səs gəlirsə, o zaman əladır. Nərmin xanım, Şəlalə xanım, səs tamdır. demək ki, səsə kimdə zəif gəlirsə, xanımlar, yəqin ki, bu biz dərs deyirikdə artıq bilirik. Demək ki, Zoom-da ya kompüterinə ya da ki, onun özünlə bağlıdır. Bir neçə dəfə adamda səs eyni anda desə zəifdir və yaxud da qırıq gəlir, artıq biz bilirik ki, problem bizdədir. Şəlalə xanım, siz davam edin, buyurun. Deməli, ekranda bəs necə? Hazırda görürsünüzmü prezentasiyanı? Hər Şəlalə şey xanım, tam. prezentasiya, indi göründü. Tamam, əla. Əla. Deməli, qısaca özüm haqqında məlumat vermək istəyirəm. Mən Şəlalə İbrahimova, dediyim kimi yemək pozuntuları üzrə ixtisaslaşmış psixoloqam və Andopda təlimçi kimi fəaliyyət göstərirəm. Deməli, bu webinar barədə danışdıqda, webinar haqqında düşündüm ki, elə bir mövzu seçmək lazımdır ki, bu həqiqətən də iştirak edən hər bir insana müəyyən mənada faydalı olsun. Çünki psixologiya elə bir elm sahəsidir ki, bizim hər birimizin həyatımızın hər anında istifadə edə biləcəyimiz həqiqətən də biliklərdən doludur, zəngindir. Və mən çox istəyərdim ki, müəyyən biliklər var ki, həqiqətən bəzən düşünürəm ki, onları orta məktəbdə uşaqlara belə öyrətsək daha yaxşı olar ki, onlar həyata çox daha hazırlıqlı başlayarlar. Amma yəni heç vaxt öyrənmək gec deyil, bilirik ki. Ona görə mən bugün istədim ki, sizlərə psixi sağlamlıqla bağlı mövzumuz bu olduğuna görə belə bir mövzudan danışım ki, bizim beynimizdəki böcəklər, rus dilində buna tarakanlar da istifadə edirlər çox vaxt ki, bizim psixikamızda bizim həyatımızın gedişatına, verdiyimiz qərarlara və davranışlarımıza neqativ təsir edə bilən müəyyən koqnitiv səhvlər, tələlər və yaxud da mən böcəklər də bəzən adlandırıram. Belə bir şeylər var. Bunlar elmi şəkildə, yəni koqnitiv davranış terapiyası sahəsində araşdırılmış və artıq bütün demək psixologiya elm sahəsinə məlum olan davranış tələləridir və 8 tələdən ibarətdir. 8 belə deyək də həmin o səhvdən və mən bugün onların hər biri haqqında sizlərə məlumat vermək istəyirəm. Sizlərdən nə xahiş edəcəm? Paralel olaraq özünüzdə həmin hansısa bir o düşüncə tələsi ilə rastlaşdıqda, yəni mən oxuyanda və yaxud da bunun haqqında danışanda, sizə müəyyən bir izahatlar və yaxud da nümunələr verdikdə özünüzə bir baxın, yəni öz həyatınızda siz həmin tələyə nə qədər tez-tez düşürsünüz. Bu tələ dedikdə özümüzə və ətrafımızda olan digər insanlara təsir edə bilən avtomatik düşüncələr nəzərdə tutulur. Ümumiyyətlə belə bir şey, düşüncə nədir? Nə üçün bu vacib bir mövzudur ümumiyyətlə? Mən növbəti slayda keçdim. Bilmək istəyirəm sadəcə olaraq. Burada görə bilmirəm. Hər kəs görürmü 8 düşüncə tələsi yazılan slaydımı? Şəlalə xanım, mən heç bir slayd görmürəm. Aha. Siz podelitlə olan hissəyə girin, podelit. Özünüz görünürsünüz. Ancaq siz özünüz görürsünüz, bəli. Podelitlə hissəyə girin. Aha, bir Bəs saniyə. indi? İndi görsəndi. Tam ekran edin, Şəlalə xanım. Tam ekran edin. İndi görünür, düzdürmü? Aha, bəli, İndi görünür. Davam edin. Bəli. Deməli, bu 8 düşüncə tələsi, ümumiyyətlə, niyə bu mövzu maraqlıdır və yaxud da bu mövzu nə üçün araşdırılmalıdır, nə üçün insanlar özlərində bu hansısa bir o böcək dediyimiz o koqnitiv səhvləri tapmağa cəhd etməlidirlər, bu bizə nə verəcək? Yəni, istəyərdim qısaca bu suallara cavab vereyim. Çünki düşünürəm ki,
qulaq asan hamıda belə bir şey yarana bilər ki, bu mənim nəyimə lazımdır? Yəni bu informasiya mənə nə üçün vacibdir? Bizim ümumiyyətlə istənilən bir həyatımız hansısa bir davranışlarımızdan verdiyimiz qərarlar və o qərarlara uyğun atdığımız addımlardan ibarətdir, düzdürmü? Və həmin addımların arxa planında böyük bir həcmdə bizim avtomatik düşüncələrimiz dayanır. Baxmayaraq ki, biz fikirləşsək ki, həyatımızı özümüz kontrol edirik və mən düşünürəm, hansısa bir addım atıram. Ancaq reallıqda çox böyük bir hissəsi bizim atdığımız addımların avtomatik düşüncələrimizə əsaslanır. Yəni beynimizdə olan hansısa bir o artıq kök salmış düşüncə qəliblərinə əsaslanır. Və bəzən bunların özümüz belə türklər demiş, farkında olmuruq. Yəni özümüz fərqində olmuruq ki, biz bu cür davranırıq və yaxud da bu cür düşünürük. Amma bir məsələ var ki, düşüncəni dəyişmədən davranışı dəyişmək çətindir. Və ona görə də koqnitiv davranış terapiyasında və bugünkü təlimimizdə də və bugünkü prezentasiyamızda mənim əsas deməli diqqət etdiyim məqam odur ki, sizlər birinci həmin o tələləri özünüzdə olub-olmadığını görə biləsiniz və ikincisi isə yaxşı, əgər biz bunu gördüksə, bu 8 tələdən və yaxud da 8 bu böcəkdən danışırıq. Mən özümdə bunu gördüm, tapdım, bildim, yaxşı, bəs bununla nə edim? Bax, qısaca bugünkü bizim bu təlim proqramımızda mən çalışacağam ki, bu barədə məlumat verim. Deməli, suallarınıza əvvəldə görmüşdüm ki, səhv eləmirəmsə Xavər xanım qeyd eləmişdi ki, sonda çata yaza bilərsiniz və sonda suallarınızı da cavablandıra bilərik. Belə, 8 düşüncə tələsi. Özümüzə dedik ki, və ətrafımızda olan digər insanlara təsir edə bilən avtomatik düşüncələrdən söhbət gedir. Və birinci tələdən başlayaq. Tələ nömrə 1. Bu tələnin adı belə bir şeydir ki, adına filtrasiya deyirik, yəni elmi adına, bu filtrləmə. Bu nə deməkdir? Və yaxud da digər adı ilə əslində yarlıqlar yapışdırmaq da deyə bilərik. Bu tələ düşdükdə biz nə baş verir? Biz baş verən hansısa bir həyatımızda bir hadisə baş verir, onu mənfi qiymətləndiririk. Yəni o hadisəyə bir fakt kimi yox və yaxud da istənilən bir hadisənin müsbət və mənfi tərəfləri var. Düzdürmü? Yəqin ki, hamı mənlə razılaşar ki, nə baş verirsə baş versin, istənilən bir situasiyada müxtəlif tərəflər mövcuddur. Ancaq bu tələyə düşdükdə insanlar, yəni onların koqnitiv, onların düşüncəsində bu proses baş verdikdə ancaq və ancaq negativi görürük. Yəni ancaq mənfi hissələri görürük. Müsbət olan heç bir şey demək olar ki, görünmür. Yəni bu tələnin əsas məğzi bundan ibarətdir. Və burada əsas məsələ o yarlıqlar dediyimizdə xüsusilə də insanlara və yaxud da ətrafımızda olan həmçində hadisələrə necə ki, o yarlıq dedikdə yəqin ki, belə deyək də, yəni aydındır, müəyyən etiket yapışdırırıq. Artıq biz arxasınca getmirik və sorğulamırıq ki, burada hansı faktlar var, burada nə baş verir. Artıq o etiketi yapışdırırıq ki, məsəl üçün, filankəs pis adamdır. Yəni, onun artıq yaxşı tərəflərini avtomatik qırağa qoyuruq. Yəni, bu bizim həmin o avtomatik düşüncə tələlərimizdən, o düşüncə qəliblərimizdəndir ki, əslində həyatımızda bir çox hallarda bizə mane olur. Və ikinci tələ ağ-qara düşüncə. Ağ-qara düşüncə tələsi xüsusilə də yemə pozuntuları olan insanların demək olar ki, hər birində yemə pozuntusundan əziyyət çəkən hər bir deməli pasiyentdə müşahidə olunan bir haldır. Bu ağ-qara düşüncə tələsi nədir? Hər hansı bir həyatda bir hadisə baş verirsə, baş verən hər bir şey ya çox yaxşıdır, və yaxud da pis deyə qiymətləndirilir. Yəni, ya ağdır bu baş verən, ya qaradır. Yəni, ortadakı o boz rəngi, boz çaları demək olar ki, görmürük. Yəni, məsələn, burada nümunə üçün nəyi göstərə bilərik? Deyək ki, kiminsə deyək, övladı universitetə daxil olmayıb. Yəni, bu artıq elə bir şeydir ki, yəni, demək olar ki, dünyanın axırıdır. Yəni, orada onun qəbul olmamasının arxasında duran hansısa bir müsbət şeylər, bəlkə o həyatında daha başqa addımlar atmağa başlayacaq, işləyəcək, başqa bir özünü tapacaq və s. Yəni, bunların heç biri görünmür. Yəni, hadisə ya belə bir şey var, türkçə deyirik, ya hep, ya hiç. Bax, bu nöqteyi nəzərdən qiymətləndirir. Yəni, mən bir şeyi
Və yaxud da buna nümunə olaraq, məsəl üçün, idmanda nəyi göstərə bilərik? Əgər mən olimpiyadada iştirak eləyəcəmsə, mən mütləq qızıl medal almalıyam. Yəni, mənim gümüş medal almağım və yaxud da bürünc medal almağım və yaxud da dünya üzrə 4-cü yerə çıxmağım mənim üçün önəmli deyil. Ya birinci yer deyilsə, deməli ki, axırıncı yerdən də betərdir. Yəni, bu mənim üçün bir bədbəxtlikdir. Bax, bu ağ-qara düşüncə tələsi məhz bu cür çalışır. Digəri adı ümumiləşdirmə gedir. Bu tələyə düşdükdə biz baş verən hadisəni ümumiləşdiririk. Bu nə deməkdir? İngiliscə buna digər adı ilə buna şişirtmə də deyə bilərik. Overgeneralization. Yəni, biz baş verən bir şeyi istər negativ, istər pozitiv ola bilər. Məsələn, müsbət bir şey baş verəndə də şişirdirik onu. Ki, bu siz nədir? Yəni, bu da mən dünyanın mərkəzindəyəm və bütün dünya məni alqışlayır və yaxud da əksinə negativ ola bilər. Yəni, burada ümumiləşdirmədən və şişirtmədən söhbət gedir. Yəni, hansısa bir baş verən hadisəyə faktlar üzrə nə baş verdi, kim gəldi, kim getdi, bu necə oldu, nə dedi, hansı davranışlar sərgilədi, nöqteyi nəzərindən baxmırıq, şişirdirik onu. Olduğundan çox daha, belə deyək də, fazla qəbul edirik. Və digər bir tələ düşüncə oxumaq tələsi adlanır. Bu, digər adı ilə proyeksiya da deyirik buna. Bu tələyə düşdükdə adətən belə bir şeydir. Məsəl üçün, həyat yoldaşları arasında görürsünüz ki, bu artıq, məsələn, qadın həyat yoldaşının hansısa bir davranışlarından artıq onun beynindəki düşüncələrini oxumağa başlayır ki, hə, o məni sevmir, o mənim haqqımda belə düşünür, mənə dəyər vermir və bu o qədər özünü inandırır ki ona, artıq qarşı tərəfin hansısa bir davranışını, dediyini və yaxud da yəni demək olar ki, onun bir məfhum olaraq belə görmür. Yəni, sadəcə olaraq bir obyekt, bir güzgü kimi görür sanki. Özünün beynindəki düşüncələri yansıdır qarşı tərəfə və ancaq onu da özündə görməyə başlayır. Yəni, proyeksiya edir. Bu, kompüterdə biz yəqin hansısa bir prezentasiyanı proyektor vasitəsilə ekrana veririk. Bax, sanki bu ekran kimi istifadə edir qarşıdakı insandan. Halbuki həyatda belə bir şey yoxdur da. Hər hansı bir münasibətdə, istənilən bir münasibətdə iki tərəfli və yaxud da çox tərəfli hər iki tərəf iştirak edir. Yəni, hər iki tərəf əlini daşır. Xanımlar, səbirli olun. Mən indi Şəlalə xanıma bildirirəm. Yəqin internetində problem olubdur. Bir saniyə səbirli olun. Dolub çünki Şəlalə xanım. İndi davam edəcək. Bir saniyə. Bəli, xanımlar, səs dondu. Biz bunun fərqindəyik. Narahat olmayın. Düzəltməyə çalışırıq. İnternet getdi. Bir saniyə geri dönüş edir. Eybi yox, indi İndi qayıdıram. Şəlalə xanım, Mən də rica edirəm. danışıram, rahat-rahat danışa-danışa gedirəm, yəni düşünürəm ki, qulaq Şəlalə asım. xanım, bir də bir şey deyim. Görüntüdə ekrana nəsə gələndə yazılar görsənmir. Elə edin olmasın.
Tam mən bu Arxa, funksiyanı bilmirəm necə arxa, edir. arxa fonu dəyişdirəndə onda Şəlalə xanımın özü 2 dəfə görünür. Ona görə Hə, arxa elə fonu şəkildə. dəyişdirmir Şəlalə xanım. Yaxşımı? Hə, konkret arxa nə oturmusunuzsa, harda oturmusunuzsa qoy elə düşsün ki, bir dənə şəkil orada yəni iki tərəfli görünürsünüz. Aha, Aa, tamam. Çünki burada sizin hı. yazılarınız görsənmir ekranda Şəlalə xanım. Prezentasiya görünmür, eləmi? Yarısı görünmür, bəli. O sözlər hissəsi görünmür. Aha. Bax, siz indi sadəcə olaraq özünüzü göstərdiniz, arxa fonu durur, bəli, qəşəng görünür, tam dəqiq 2 dəfə görünmürsünüz və bir Aha, hissə bəli. görünür. Hələ 4-də İndi- qalmışdıq, belə deyək də, orada İndi səs əladır kəsildi. Şəlalə xanım. Belə davam edin. Tamam, tamam. Təşəkkür. Deməli, Tələ 4-dən belə qəşəng-qəşəng bayaqdan nümunələr gətirəm, danışıram, amma heç bir problem yoxdur. Sevə-sevə bir də toxunacağam bu mövzuya. Deməli, Tələ 4 düşüncə oxumaq adlanır. Bilmirəm, bəlkə də hansısa bir, məsəl üçün, həyat yoldaşlarımızla və yaxud da işgüzar münasibətlərimizdə, yəni bu şeylə rastlaşmışıq ki, bəzən baş verən hadisədə özümüzün beynimizdə qurduğumuz ssenariyə inanmağa başlayırıq. Sanki o qədər yəni canlı və real gəlir ki, qarşı tərəfin nə dediyi, nə düşündüyü, necə hərəkət etdiyini artıq görməməyə başlayırıq. Sanki bir pərdə gəlir gözümüzə. Bax, həmin bu düşüncə oxumaq tələsi adlanır və yaxud da proyeksiya tələsi adlanır. Buna proyeksiya tələsi də deyirlər. Necə ki, kompüterdə belə bir şey var, proyektorla biz prezentasiyanı ekrana veririk. Burada da sanki qarşı tərəfdəki, qarşımızdakı insandan bir belə əşya kimi istifadə edirik. Yəni biz proyektoru öz beynimizdəki düşüncələri həmin proyeksiya edirik qarşı tərəfə və ona baxırıq. Bəs axı qarşı tərəfində öz düşüncələri, hissləri, hansısa bir davranışları var. Bunlar isə tamamilə demək olar ki, ignor edilir. Yəni o artıq bizi maraqlandırmır. O gözümüzə gələn o tələnin yaratdığı, o düşdüyümüz o belə deyək, həmin o böcək bizdə elə bir təsəvvür yaradır ki, biz qarşı tərəfin düşüncələrini oxuyuruq. Amma reallıqda belə bir şey mümkün deyil. Yəni dünyada hələ də bu telepatik bacarıq inkişaf etməyib, insanlar bunu bacara bilmirlər. Heç kimin beynindən keçən düşüncələri oxumaq qabiliyyəti yoxdur. Yəni bu belə bir şey nə elmi əsası var, nə dini əsası var, nə də sosial hansısa bir başqa mövqedən də biz buna baxanda görürük ki, bu mümkün deyil. Yəni insan başqa bir insanın düşüncələrini oxuya bilməz. Bunu əgər düşünürüksə ki, hə, mən bilirəm sən mənim haqqımda nə düşünürsən. Bax, bunun özü həmin bu tələ deməkdir. İndi ona görə, yəni yenə təkrar edirəm ki, özünüzdə bir baxın, hansısa bir situasiyalarda, istər konfliktlərdə, istər müsbət bir, necə deyim, bəzən ola bilər ki, hansısa müsbət hadisələrdə də, yəni bunun hansısa negativ və ya pozitivlə əlaqələndirmək lazım deyil. Çünki ola bilsin ki, pozitiv başımıza gələn hansısa bir hadisədə də fikirləşirik ki, ayda o məndən xoşu gəlir, ona görə məsəl üçün hansısa bu proyekti mənə yönləndirir. Yox, yəni belə bir şey yoxdur. Biz insanlar arasındakı münasibət kommunikasiya ilə, yəni söhbətlə, danışıqla və qarşıdakını dinləməklə fəal şəkildə ki, o mənə nə deyir və həmçinin onun davranışları əsasında bilə bilərik ki, bizə münasibət necədir. Yəni xüsusilə də bu düşüncə oxumaqla bağlı üstündə niyə dururam? Çünki çox yayılmış bir şeydir və rus dilində belə bir anlayış var, sozavisimus, yəni qarşılıqlı asılı münasibətlər, xüsusilə də kişi-qadın ailə münasibətlərində çox tez-tez rast gəlinir buna və qadınlar bu tələyə çox düşürlər və o bəzən hətta evlənmədən öncə də qarşı tərəfin davranışlarına real faktlar əsasında qiymət vermək yerinə, məsələn, deyək ki, məsələn, ailə qurmaq istədiyimiz biri var və həmin şəxs reallıqda çox faktiki baxdıqda çox kobud davranır bizlə. Amma qadının beynində həmin o proyeksiyanı qarşı tərəfə edir ki, yox, o əslində belə eləmək istəmir, tamam başqa cür. Yəni bu hərəkəti əslində başqa bir məni sevdiyindən edir, məsələn deyək. Və bu tələdir həmin, yəni o konkret bir nümunədir ki, qadın həmin düşüncə oxumaq tələsinə düşür ki, qarşı tərəfdən soruşmaq yerinə və yaxud da onun davranışlarına baxmaq yerinə ki, o mənə qarşı necə davranır, özünün beynində qurduğu, yaratdığı o bir növ fantaziyaya inanır və o şəkildə də münasibətə daxil olur. Sonradan təəssüf ki, bunun sonraki nəticəsi həmin o
qarşılıqlı asılı, yəni sozavisiy dediyimiz münasibətlərdir ki, belə bir münasibətlər tipi başlayır və illər sonra, hətta övladlar olandan sonra da qadında belə bir şey yaranır ki, yəni bəzən belə deyək də, bu düşüncə oxumaq tələsi o qədər dərin ola bilir ki, insanlar illərlə onun içərisində qovrula bilirlər, yəni həmin o tavada qovrula bilirlər və yəni gərək çox həddindən artıq neqativ bir şeylər baş versin ki, insan həmin o tələdən çıxa bilsin və yaxud da ayıla bilsin ki, reallıq əslində başqa cür imiş, faktlar başqa cür imiş. Bax belə, həmin tələlərdən ən vaciblərindən biridir. Ona görə üstündə xüsusi dayanmaq istəyirəm. Və emosional mühakimə. Bu nə deməkdir? Bu da əvvəlki tələyə bir növ oxşuyur, amma fərq nədən ibarətdir? Emosional mühakimədə belə bir şey var. Bilirsiniz, bizim hər birimizin emosiyalarımız, hisslərimiz var. Yəni, hansısa bir şey baş verdikdə biz bazı emosiyalarımızdan danışsaq, qorxa bilirik, qəzəblənə bilirik, sevinə bilirik və yaxud da məyus ola bilirik, kədərlənə bilirik və s. Bunlar bazı emosiyalardır və hər bir insana məxsusdur. Bunu mən belə adlandırıram həmişə ki, Allah Taala bizi yaratdıqda, yəni yaradan, kimsə Allaha inanır, kimsə başqa bir qüvvəyə inanırsa, o bizi yaradılışdan sanki bir kompas kimi bizim içərimizə, bizim ruhumuza quraşdırılmış bir alətdir, bir mexanizmdir həmin emosiyalar. O emosiyalar bizə müəyyən məlumatlar ötürürlər ki, aha, sən indi kədərlisən, sən indi qəm hiss edirsən, sən indi qəzəblənirsən və hər bir emosiyanın bizə vermək istədiyi əslində bir mesajı var, bir demək istədiyi bir sözü var. O nəsə bizə demək istəyir. Elə belə yerdən biz qəzəblənmirik və yaxud da təşvişə düşmürük və yaxud da qorxmuruq. Yəni, bunun hər birinin kökündə hansısa bir ətrafımızda və yaxud da bizim özümüzün düşüncələrimizdə baş verən nələrsə var. Və bu emosional mühakimədə nə baş verir? Bu tələdə nə baş verir? Tələyə düşdükdə insan həmin o kompasın belə deyək də, o bayaq deyirəm ki, kompas quraşdırılıb bizə, emosiyalar kompası. İnsan həmin o emosiya kompasını fakt kimi qəbul etməyə başlayır. Yəni, mən əgər bugün qəzəblənirəmsə sənə, onu səbəbini araşdırmaq yerinə ki, nə baş verdi mən qəzəbləndim, niyə bu belə oldu, mən artıq həmin o qəzəb hissinin diktəsi altında sənə qarşı müəyyən bir addımlar atmağa başlayıram. Halbuki qarşı tərəfin səndəki bu hissdən heç məlumatı olmaya da bilər. Yəni, mən hardan bilə bilərəm ki, sən özünü necə hiss edirsən, əgər sən bunu özün dilə gətirmirsənsə. Yəni, emosiyalarımızı fakt kimi qəbul etməkdir, bax, bu emosional mühakimə tələsi. Ona görə də, yəni, burada altını çizə-çizə, belə qırmızı xətlə deyirik ki, bizim hisslərimiz faktlar deyil. Biz nəyisə hiss ediriksə, bu demək deyil ki, bu artıq faktdır, bu baş verib. Mütləq baxmaq lazımdır ki, okey, mən bunu hiss etdim, mən həyat yoldaşım evə gəldi, məsəl üçün, mənlə bir yerdə yemək hazırlamaq yerinə, mənə mətbəxdə kömək eləmək yerinə telefonu əlinə aldı və telefonu, nə bilim, sosial medianı vərəqləməyə başladı. Bu məni qəzəbləndirir. Amma bu mənim qəzəb hissim mənə aiddir və o qarşı tərəflə heç bir əlaqəsi yoxdur. Belə olan halda həmin o qəzəb hissinə görə məsuliyyəti də mən daşıyıram ki, okey, mən indi qəzəbliyəm və mən özümlə mühakimə etməliyəm ki, nə baş verdi? Mənim həyat yoldaşım gəldi və mənə kömək etmək yerinə belə etməyə başladı və bu isə məndə bu hissi oyatdı. Artıq ondan sonra mən bu qəzəb hissinin fərqinə varandan sonra və onun bir emosiya olduğunun, fakt yox, emosiya olduğunun fərqinə varandan sonra mən o hisslə nəsə edə bilərəm. Bir qarşı tərəfə bunu bildirə bilərəm ki, sənin bu cür davranmağın mənim qəzəblənməyimə səbəb olur. Əgər belə etmək istəmiriksə, gəl bir razılığa gələk ki, biz necə edək ki, bu cür olmasın. Çünki sənin bu hərəkətin məndə bu hissi yaradır. Bax, belə. Amma emosiyanı fakt kimi qəbul etdikdə, burada siz necə maraqlı bir şey baş verir. Bir də görürük ki, nə bilim, məsələn də, qəzəb hissindən gedirsə söhbət, qadın, kişi belə baxır, heç anlamır nə baş verir, nə bilim, boşqa
boşqabı sındırdı. Saldı yerə boşqabı sındırdı. Və qarşı tərəfdə də belə çaşqınlıq yaranır ki, yəni burada nə baş verir? Çünki qarşı tərəf bir, sizin baş verən içinizdəki o tuğyandan, o burulğandan xəbəri yoxdur. Sizdə qaynayır bu proses, qəzəb hissi. Və həmçinin Əfsanə xanım, zəhmət olmasa bağlayarsınız səsi. Aha, deməli, bu qarşı tərəfin yəni bundan məlumatı yoxdur. Və ona görə anlamır burada nə baş verir. Və bu böyük konfliktlərə, istər ailədə, istər iş münasibətlərində böyük konfliktlərə gətirib çıxarda bilər. Və digər bir tələmiz, tələ nömrə 6, mallı məli ifadələri, bu ən sevdiyim. Deməli, tələbə vaxtı debatlarda iştirak edirdim mən və bu debatlar mövzularında çox vaxt belə mövzular istifadə olunurdu. Məsəl üçün, o mövzulardan biri o idi ki, qadın mütləq mətbəxdə olmalıdır. Qadının yeri mətbəxdir kimi də. Yəni, qadın mütləq evin, məişətin qayğısına qadın qalmalıdır. Baxın, malı, məli dedikdə əslində bu nəzərdə tutulur. Bu tələyə nə nəzərdə tutulur? Yəni, bu tələyə düşdükdə biz çox tez-tez malı, məli hissəciklərindən, yəni bu feilin vacib şəklindən deyirik ona, ondan istifadə edirik. Yəni, bu isə sonda reallıqdan uzaq gözləntilərin yaranmasına gətirib çıxarır və qarşı tərəfdən bizim məyusluq duymamıza gətirib çıxarır. Çünki malı, məli avtomatik belə bir sanki borcluluq mu deyim, belə bir şey yaradır və sən bunu belə etməlisən. Axı, nəyə əsas, qarşı tərəf sual verir, nəyə əsasən, yəni kim mənim boynuma bu yükü qoydu, nə vaxt mən özüm razılaşdım ümumiyyətlə buna. Məsəl üçün, kişilər ev işi görməməlidir, yəni bu harda yazılıb bu qanun və yaxud da deyək ki, uşaqlar məktəbdə həmişə 5 almalıdır. Yəni, bunlar həmin o tələdir, kognitiv düşüncə, yəni tələlərindən biridir və maksimum, əgər özünüzdə hiss edirsiniz ki, məsəl üçün, qadınlar belə etməlidir, kişilər belə etməlidir, insan bunu bu cür etməlidir. Yəni, harda bu malı və məli şəkilçisi varsa və istifadə olunursa və onun hansısa bir deyək ki, dövlət qanunvericiliyində, nə bilim, konstitusiyada və yaxud da məhkəməsiz hər bir şey qoyuram bir tərəfə. Ailədə belə əgər danışıq əsasında bu müəyyənləşdirilməyibsə, yəni qarşı tərəf öz üzərinə götürməyib bu öhdəliyi, razılıq verməyib, sözlü şəkildə belə olsa, bu o deməkdir ki, artıq burada söhbət düşüncə tələsindən gedir. Əgər hər iki tərəf bundan razı bir şəkildə, yəni ortaq məxrəcə gəlib ki, hə, bizim ailəmizdə, bizim məişətimizdə və yaxud da iş yerində bu belə olmalıdır. Bu artıq düşüncə tələsi deyil. Ancaq razılıq olmadan hansısa bir qarşı tərəfə bu formada should mesajı İngilizcə deyirlər buna, yəni malı məli mesajı vermək, bu məhz düşüncə tələlərindən biridir. Digər bir düşüncə tələsindən indi danışacağım. Buna mən İngilis dilində adı katastrofizingdir. Rusca katastrofizasiya deyirlər. Yəni, Azərbaycan dilində fəlakət dəlalı qoydum. Mənə elə gəlir ki, bizim həm dilimizə yaxındır, həm də anlaya bilirik ki, nədir? Fəlakət dəlalı. Bəlkə də var belə insanlar, görmüsünüz. O, nəsə, istənilən bir hadisədə bu insanlardan belə bir düşüncə var ki, dünyanın ən bədbəxt adamı mənəm. Yəni, onsuz da göydən bir dənə daş asılıb, düşsə yenə mənim başıma düşəcək və yaxud da nəsə bir hadisə baş verirsə, onlarda bu hadisənin mümkün olan ən neqativ, belə deyək də, o fəlakət səviyyəsində olan senarisi gəlir gözlərinin qabağına. Məsələn, nə bilim, işdən çıxmışam, kompüteri söndürməyi unutmuşam, bir də mənə zəng gəlir ki, işdən yanğın baş verib. Deyirəm, yəqin mən kompüteri söndürməmişəm deyə belə olur. Orada nəsə qısa, artıq beyində ssenari qurulur ki, bu mənə görədir. Yəni, mən nəyisə düzgün etməmişəm və bunun nəticəsində belə bir şeylər baş verib. Yəni, bu fəlakət dəllallığı, bax, bu deməkdir. O, indi yadımda deyil, amma hansısa bir müğənninin belə bir şey var idi.
İndi yadıma düşmür ancaq nümunə o digərində, digər tələdə nümunə verəcəm onu, indi xatırladım. Deməli, yəni burada fəlakət dəlallığında dediyim kimi, əgər hansısa bir şey baş verirsə, məsələn, adidə uşağın universitetə qəbul olmamağı, yəni bu dünyanın sonu deməkdir. Və yaxud da uşaq hansısa bir yarışmaya getdi və orada birinci yer tutmadı, bu artıq yəni bitdi, yəni həyat burada dayandı. Yəni bu fəlakət dəlallığı digər məsəl üçün nümunə bəlkə sizin özünüzdə və yaxud da ətrafınızda panik atakdan əziyyət çəkənlər varsa, həmin insanlara çox xas olan bir düşüncə tələsidir. Burada nədən gedir söhbət? Deməli, həmin insanlarda əgər rastlaşmısınızsa özünüzdə və yaxud da dediyim kimi bir yaxınınızda belə bir şey baş verir. Onlar bir balaca özlərini belə baş gicəllənmə, xırda bir şey hiss edən kimi onlarda artıq gəlir ki, mən ölürəm artıq, bitdi. Yəni mən artıq yəni o dərəcədə bütün sistemləri ölümə hazırlaşır və o cür qəbul edirlər. Yəni bu baş verən bu bir balaca baş gicəllənməsini. Halbuki bunun elmi əsası yoxdur. Yəni düzdür, sizin başınız gicəllənəndə yıxıla bilərsiniz, özündən getmə hadisəsi baş verə bilər. Yəni bu mümkündür. Amma bu sadəcə olaraq ssenarilərdən biridir və hətta sizin yıxılmağınız belə hələ də ölməyiniz demək deyil. Ancaq bu panik atak yaşayan insanlarda məhz bu cür algılanır. Yəni bu algı xətasıdır. Yəni dediyim kimi o kognitiv olaraq, düşüncə qəlbi olaraq həmin bu fəlakət deməli dəlalı adlandırdığımız bu 7 nömrəli tələyə düşmə deməkdir. Və həmçinin təşviş pozuntusuna da dediyim kimi ondan da əziyyət çəkən insanlar, yəni tez-tez məhz bu katastrofizing, yəni bu tələyə düşə bilirlər. Belə və növbəti sonuncu 8-ci tələmiz əslində bayaq bir balaca onun haqqında katastrofizingdə toxundum, amma bunun fərqi nədədir? Burada şəxsləşdirmədən söhbət gedir. Yəni dünyanın mərkəzinə özünü qoymaq. Yəni nə bilim, deyək ki, hardasa başqa bir, indi mən belə şişirdəcəm biraz ki, dünyada hardasa bir fəlakət baş verir, nə bilim, müharibə baş verir. Demək olar ki, insan onda da belə hardasa öz şeyini görür orada ki, mən görəsəm burada mənim hansısa bir rolum varmı? Və yaxud da bu, bayaq deyiləm, mahnıda nümunə gətirəcəm sizə. O, səhv eləmirəmsə, bilmirəm, Eminin mahnısıdır. Deyir ki, göydən bir qarpız alsam o da ağ çıxacaq. Göydən bir daş asılıb düşsə elə mənim başıma düşəcək. Bax, sonra mən yəni dünyanın ən bədbəxt, bax, haradakı bu ən görürsünüz, ki, ən bədbəxt bəndəsi mənəm. Mən olmasaydım və yaxud da, məsəl üçün, çox vaxt bu balaca uşaqlar bu tələdən əziyyət çəkirlər, şəxsiləşdirmə tələsindən. Məsəl üçün, valideynlər arasında hansısa bir problemlər baş verdikdə, boşanma olsun və yaxud da digər bir məişət zəminində bir konfliktlər baş verdikdə, məsəl üçün, uşaqlarda bu proses gedir ki, görəsən mənə görədir, yəqin mənə görədir, mənəm burada problem. Və bu təəssüf ki, o tələ, şəxsləşdirmə tələsi, sonra həmin uşağın ömrünün axırına, yəni onu həll etmədikcə, həmin tələni ya özü ilə işləyərək və yaxud da terapiyada həll etmədikcə, ömrünün axırına qədər ona, yəni baş verən hər bir prosesdə, başına gələn hansısa bir negativ bir şeylərdə özünü o şəxsiləşdirmə tələsinə düşəcək ki, yəqin mənə görədir, mənəm burada günahkar, mənəm burada nəsə başqa cür edən. Yəni, özünü digər adı ilə dünyanın mərkəzinə qoymaqdan burada söhbət gedir. Belə, yəni bu 8 düşüncə tələsidir. İndi belə bir sual gələcək böyük bir ehtimalı. Yaxşı, bu tələlərimizi deyək ki, mən özümdə gördüm ki, mən tez-tez fikirləşirəm ki, qarşı tərəf mənim haqqımda bunu düşünür. Yəni, fakt olmasa da onun hansısa bir etdiyi hərəkətə yox, özümün düşüncəmə daha çox inanıram. Və yaxud da özümü məsəl üçün, nümunələrdən biri, kök düşüncə qəliblərindən biridir ki, mən sevilməyə layiq deyiləm. Yəni, heç kim məni sevməz. Bax, harada heç kim, hamı, bütün qadınlar, bütün kişilər
tutulmalı. Bax, bunları görürsünüzsə özünüzdə və yaxud da başqalarında, istər bu dialoqlarda, istər kimsə özü haqqında və ya həyatı haqqında danışanda, yəni bilin ki, bu düşüncə tələləri. Yaxşı, bu tələlərlə nə edək? Yəni sual yarana bilər. Birinci etməli olduğumuz əslində bu koqnitiv davranış terapisinin kökündə yəni dayanan və bizə etdiyi yardım ondan ibarətdir ki, birinci həmin tələləri biz görək, tanıyaq. Yəni, məsələn, bugün siz burada iştirak edirsiniz və bu materialla bağlı artıq sizin beyninizdə müəyyən bir ümid edirəm ki, ideyalar qalacaq, düşüncələr qalacaq ki, aha, hə, bu düşüncə tələsidir. Və yəni birinci onları tanımağı öyrənmək lazımdır. Bu bir növ maariflənmə xarakteri daşır da, yəni maariflənmək lazımdır bu mövzuda ki, okey, mən bu hansı tələyə düşmüşəm indi, onu bilim. İkincisi, burada ən vacib məsələlərdən biri səbəb-nəticə əlaqəsinə diqqət etmək lazımdır. Heç bir tələ öz-özünə baş vermir. Yəni, nə isə baş verir ki, hansısa bir hadisə baş verir ki, o məndə bu düşüncənin yaranmasına səbəb olur və o düşüncə isə artıq müəyyən emosiyalara səbəb olur. Amma bu zaman biz nəyi tövsiyə edirik? Düşüncələri, belə deyək də, o tələləri tapmaqda çətinlik çəkirsinizsə, biz tövsiyə edirik həmişə ki, öz hisslərinizə baxın. Birdən-birə bəlkə də yəni, həyatınızı yaşayırsınız deyək ki, belə durdunuz, öz işlərinizlə məşğulsunuz. Birdən sizdə gördünüz ki, sizi kimsə qəzəbləndirir və yaxud da qəribə bir şəkildə qorxmağa başladınız, mənasız və belə bir şey olmadan və yaxud da bəlkə də olaraqdan. Yəni, o hisslərimizi izləyərək, siz bu nəyə oxşuyur? İlanın quyruğundan tutub başına yavaş-yavaş getməyə oxşuyur. Yəni, hisslərimizi tapdıq, aha, yaxşı. Mən bunu tapdım ki, mən indi qəzəbləndim. Qəzəb hissi elədim. Məsələn, uşağım məktəbdən gəldi, veşlərini tökdü ortalığa və mənə, aha, qəzəbləndim ki, bu belə etməməli idi. Okey, mən bunu gördüm və artıq o hiss, gördünüz, eyni paralel olaraq düşüncəmin həmin o tələni tapmağa da kömək elədi ki, bunu belə etməməlidir. Yəni, uşaq öz veşlərini gələndə evə aparıb, öz əşyalarını yerbəyər etməlidir. Evdə səliqəsizlik yaratmamalıdır. Okey. Amma bu dediyim kimi, yəni o tələni tapdıqdan sonra və səbəb-nəticə əlaqəsini tapdıqdan sonra onları sorğulamağa başlayırıq. Əgər mənim üçün, məsəl üçün, mənim dəyərlər sistemimdə, mənim evimdə səliqəli olmağı vacibdirsə, artıq həmin an bilirsiniz nəyə oxşur? Bu bir növ elə bir ki, o avtomatikləşmiş düşüncələrdən biz şuurlu şəkildə həyatımızı idarə etməyə başlayırıq. Məsələn, avtomatik düşüncə məni idarə edirsə, mən həmin an uşağa qışqırıb bağıra bilərəm, ona cəza verə bilərəm, əsəbləşə bilərəm. Təbii ki, mənim buna enerjim gedəcək, düzdür? Həyat enerjim gedir. Və böyük bir ehtimalla o həmin baş verən hadisənin gələn dəfə təkrarlanmasına heç bir formada da təsir etməyəcək. Yəni, o uşaq onu etməyə davam edəcək hər dəfə. Yəni, öz uşaqlığımda da, öz valideynlərimlə olan münasibətdə də və ətrafımda da, öz övladlarımla da, yəni çox gördüyüm bir şeydir ki, bu zorakılıqla həll edilə bilən məsələlər deyil bunlar. Amma mən o avtomatik düşüncələrimi dayandırıb, özümə gəldikdə ki, okey, bax, mənim üçün vacibdir ki, mənim övladım evə gələndə əşyalarını yerbəyər eləsin. Buna görə uşağı çağırıb, bax, onunla söhbət edirəm ki, bu mənim evimdə qəbul edilməz bir qaydadır. Əgər sən bunu belə edəcəksənsə, onda bunun arxasınca gələcək nəticəyə də razı olmalısın. Və mən artıq birgə onunla qarşı tərəfdən də həmçinin öz fikrini alıram. Deyirəm ki, bax, fakt olaraq sən içəri girdin və əşyalarını bu formada bura qoydun, düzdür? Sənin etdiyin bu hərəkət məndə bu hissi yaratdı. Məndə qəzəb hissi yaratdı. Və mən xahiş edirəm ki, bu bir də təkrarlanmasın. Əgər təkrarlanacaqsa, mən artıq orada ultimativ ona mesaj da verirəm. Yəni, ultimatum da verirəm ki, bu təkrarlanarsa nə baş verəcək? Və yaxud da vaxt verirəm ki, bu 2 dəfə təkrarlana bilər. 2 dəfədən artıq təkrarlanacaqsa, biz gəl qarşılıqlı şəkildə razılaşdıraq ki, nəticədə hansı addımı atacağıq. Və bu ultimativ
buna deməli ultimativ qayda deyilir. Yəni ultimatumdan sonra artıq qarşı tərəfində bir seçim haqqı tanıyırıq. Yəni ki, okey. Və bu bizim münasibətlərimizə müsbət təsir edə bilir. Nəinki baş verən hadisədən birdən partlamaq, sonra da sakitləşmək və yaxud da elə bir qəzəb anında elə bir hərəkət etmək ki, sonra əksinə peşman olmaq ki, mən bunu niyə etdim? Yəni adətən gördüyümüz belə olur. Burada isə biz başqa bir variant və başqa ssenari təklif edirik. Və digər bir addım isə, yəni o səbəb-nəticə əlaqəsinə diqqət etdikdən sonra bunları, bu düşüncə tələlərini çox yaxşı kömək edir sorğulamaq. Sorğulamaq necədir bu mexanizm? Anlamalıyıq ki, biz nə isə düşünürüksə və yaxud hiss ediriksə, bu hələ fakt deyil. Ona görə də biz bir növ təsəvvür eləyin ki, buna nə deyim, mühakimə sistemi, məhkəmə sistemi deyək də. Məsələn, deyək ki, fikirləşirəm ki, mən dünyanın ən bədbəxt bəndəsiyəm və görürəm ki, bu mənim beynimdə tez-tez bu fikir fırlanır. Yəni, nə isə baş verən kimi mən dünyanın ən, əşki, mənim bəxtim gətirməyib də həmişə belə olur. Və yaxud da, yəni, mənə dəyər verilmədi, mən sevməyə layiq, sevilməyə layiq deyiləm və s. Və bunların hər biri, görürsünüz, bu saydıqlarım həmin o düşüncə qəliblərindəndir. Və o düşüncə qəlibini, o tələni tutan kimi, tapan kimi, o tələyə düşən o böcəyi tapan kimi biz bir növ o böcəyi, belə deyək də, belə allegorik şəkildə olsa, deyək ki, onu məhkəməyə çıxardırıq. Lehinə və əleyhinə. Mən dünyanın ən bədbəxt bəndəsiyəm. Okey. Bunun lehinə faktlar sadalayırıq ki, bax, filan vaxt filan oldu, mən bu ailədə doğuldum, deməli, görsə, ona görə mən bədbəxtəm. Mənim uşaq vaxtda hansısa belə bir hadisə yaşadım, ona görə mən bədbəxtəm və konkret olaraq fakt şəkildə sadalayırıq bunu, yazılı şəkildə. Və digər tərəfdə isə, deməli, bunun əleyhinə olan faktları sadalayırıq və real olaraq baxırıq. Bunu etdikdə avtomatik bizdə bilirsiniz necə, həmin o tələdən, yəni o tələdə artıq qalmaq mümkün deyil. İnsan həmin an artıq çıxıb öz həyatına və o beynində avtomatik olaraq fırlanan həmin o tarakanlara başqa gözlə baxmağa başlayır ki, okey, həqiqətən mən dünyanın ən bədbəxt bəndəsiyəm. Mən indi burada uzun-uzadı nümunə çəkmək istəmirəm. Çünki digər bir tərəfdən də bu çox individualdır. Yəni hərənin belə deyək də öz tarakanı, öz böcəyi, öz tələsi var və hərənin də özünün hər tarakana uyğun lehinə və əleyhinə faktları var. Yəni, bunun olmamaq ehtimalı yoxdur. Bu, əminəm ki, belə bir, əgər hansısa bir özünüzdə görürsünüzsə, belə bir kognitiv tələ, düşüncə tələsi və onun mütləq lehinə və əleyhinə faktlar tapacaqsınız. Bax, belə. Ondan sonra sanki o həm onun lehinə, həm əleyhinə faktları səsli şəkildə oxuyandan sonra bir növ siz artıq bir o məhkəmənin sədri kimi qərar verirsiniz ki, bu reallıqdırmı? Görəsən, mən həqiqətənmi bu dünyanın ən bədbəxt bəndəsiyəm, yoxsa yox? Və yəni bu çalışma praktika tələb edir. Bir dəfə etdim və artıq bitdi deyil. Yəni vaxtla, zamanla, yavaş-yavaş buna öyrəşirik. Bilirsiniz ki, sizin beyninizdə bu proses avtomatikləşir. Hansısa bir tələyə düşdükdə ki, bu belə olmalıdır. Artıq görəcəksiniz ki, hə, yox, siz özünüzü saxlaya bilirsiniz ki, yox, axı bunun əleyhinə də faktlar var. Və beləliklə həmin tələdən qurtulmaq mümkündür. Belə, sonda onu bildirmək istəyirəm ki, düşüncələrimiz həqiqətən də çox önəmlidirlər. Çünki düşüncələrimiz bizim davranışlarımızı formalaşdırır. Davranışlarımız da bizim həyat yolumuzu müəyyən edir, həyatımızı formalaşdırır. Ona görə düşüncəni dəyiş, həyatın dəyişsin. Yəni, hər birinizə məhz düşüncəni dəyişmək yolu ilə həyatınızı istədiyiniz kimi dəyişməyi arzulayıram. Çox sağ olun. Aha, Şəlalə xanım, təşəkkür. Ekranı zəhmət olmasa bağlayın, suallara axırda cavab verəcək. Olar mı xanımlar? Tamam. Ekranı hər kəs görür? Düşünürəm ki, görür. Mən bilən görülməlidir. Aha, bir saniyə.
Xanlar, bugün sizlərlə bölüşəcəyim mövzu stres faktorundan necə biz, bir saniyə. Aha, stres faktoruyla necə mübarizə apara bilərik? Bəzən mən indi özümü təqdim edəcəm, amma öncədən bu nüansı bildirim ki, streslə bağlı və onun yönetim üsulları fərqlidir. Yəni o baxımdan da hər hansı bir sualınız olarsa və yaxud da hər hansı bir maraqlı bir belə deyək də sizin fikirləriniz olarsa mütləq qeyd edin. Biz bunlara daima açığıq zaten. Bir saniyə xanımlar. Aha. Yəni siz sizə maraqlı gələn sualları chat bölümünə mən də yəni izah etdiyim müddətcə yazın ki, sonradan yadınızdan çıxmasın. İlk öncə özümü təqdim edin. Novruzova Nərmin. İlk ixtisasım 2010-cu ildə Tibb Universitetini fərqlənməklə bitirmişəm. İxtisasım ümumi cərrah olub və 8 ilə yaxın cərrahi fəaliyyətdən sonra Andop Akademiyasında təhsil aldım və orada təlim deməyə başladım və hal-hazırda da 6 ildir Andop Akademiyası təlim deyirəm və piyələnməni müalicəsi üzrə mütəxəssisəm. Həmçinin indi hal-hazırda cərrah kimi deyil, gastroenteroloq kimi çalışıram. Yəni bir gastroenteroloq, piyələnməni müalicəsi mütəxəssis və Andop Akademiyasında təlimçi olaraq fəaliyyət göstərirəm. Və profilimdə niyə görə sual verəcəksiniz ki, doktor, stres yönətimi ümumiyyətlə tibb sahəsində ən çox yönədənlər kimlərdir? Nevroloqlardır. Yəni nevropatoloq çox rahat formada müəyyən bir xəstəliyi yönəltə bilir. Bunun da içində stres faktorudur. Amma bugün artıq biz bir xəstəliyə bütün baxdığımız üçün orada önəmli faktorlardan biri hər bir sahədə, yəni istər gastroenteroloji, istər kardioloji, istər onkoloji, yəni ürək qan damar dildə deyim, mədə bağırsaq və yaxud da ki, xərçəng xəstəliyi müalicəsində stres faktorunun vacibliyini və onun yönetimini bilməyimiz şərtdir. Təbii ki, biz onları nevropatoloqa yönəldirik, onlar nevroloji müalicələr alırlar. Amma biz müəyyən bir istiqamətdə, yəni hər kəsi nevropatoloqa yönəldə bilmərik. Bu doğru bir istiqamət deyil. Amma biz onlara müalicə etdikdə bunların, yəni altda yatan faktorları araşdıraraq, əgər ehtiyac varsa psixoloqa da yönəldə bilirik. Ümumiyyətlə, stres nədir? Gəlin biraz bunu açıqlayaq. Stres anksiyete, yəni həyəcan, belə təşviş kimi dəyərləndirək. Nəticəsində yaranan və sizi təhlükə hiss etdirən və mübarizə tələb edən bir hadisədir. Yəni bu zaman biz həm emosional olaraq, həm zehni və fiziki bir reaksiya veririk həmin prosesə. Və sizə səbəb olan təhlükə real və qeyri-real narahatlığa səbəb ola bilər. Əslində, əziz dinləyicilər, ümumiyyətlə stres olmasa insan, mən desəm ki, yaşaya bilməz, bəlkə sizə təcrübə gələ bilər. Yəni stres faktoru mütləq deyir ki, kimsə məni əsəbləşdirsin və yaxud da mövcud bir evimdə bir əşyanın orada durması mən qoymamışam deyə məni narahat edirsə, bu mənə yəni təbii ki, stres faktorudur, amma bu böyük bir hadisədir və mən bundan hər hansı bir xəstəliklə üzləşəcəm. Əslində bir çox şey stres faktorudur. Elementar yəni bizim geyim tərzimizdən tutmuş, uşaqlarımız, ailədir, iş həyatıdır, hətta vücudumuzda baş verən normal fizioloji proseslər belə bizə stres faktoru olaraq yəni geri dönüş edə bilir. Yəni ona görə stresə müsbət və mənfi tərəflərinə baxmağı daha tövsiyə edərdim. Stres daxili və xarici mənfi qüvvələr. Baxın, burada da qeyd etmişəm. Həm burada daxili proses söhbət gedir, həm də xarici. Tetiklənən, yəni istər daxildən, istər xaricdən mənə kimsə mənfilik edirsə, yəni bu ondan irəli gələn təhdid edilən homeostaz. Homeostaz nə deməkdir? Yəni vücudun sabit dönəmi, yəni vəziyyətidir ki, hansı ki biz Allah tərəfindən elə bir vücudumuz yaranıb ki, hər bir halda vücudumuzu öncəki müsbət olan, yəni sağlam olan hala keçməsi üçün əlindən gələn çabanı, yəni eforu sərf edir. Nə zaman ki biz bunu edə bilmirik, o zaman bax xəstəliklər baş verə bilir. Və optimal bədən tarazlığını, yəni eostaz saxlamaq və bərpa etmək məqsədi daşıyan fizioloji davranış reaksiyaları repertuarı ilə qarşılanır. Yəni stres faktoru bizi həm daxildən, həm xaricdən yükləsə də belə vücudumuz bunu daima öncəki hala gətirmək üçün daima çabalayır. Və adaptiv stres reaksiyası nədir? Ümumiyyətlə bütün stres disharmoniya. Harmoniya nədir? Balansda olmaqdır. Disharmoniya bu balansın pozulmasıdır. Və burada olan müəyyən vəziyyəti əgər biz belə deyək, təyin etdik ki, bizdəki bu vəziyyət var və bu təhdid edilmiş həmin o homeostazı saxlamaq və bərpa etmək məqsədi ilə bütün bizim vücudumuz, istər yəni bura fizioloji, davranış reaksiyaları hər biri qarşıya qoyulur. Yəni mən bir stres faktoruna əgər öz emosiyalarımdan cavab verirəmsə, bilin ki, bunun vücudum da öz rezervləri ilə buna cavab verə bilər. İndi biraz sonra danışacaq bu haqda və həmin o adaptiv stres reaksiyaları stres sistemini təşkil edir.
və həm mərkəzi sinir sistemində, yəni buna qısa olaraq CNS yazdım, mərkəzi sinir sistemi, həm də periferiyalar, bizim mərkəzi beyin və onurğa beyni gedir və ətraflar isə periferiyalar gedir. Mürəkkəb bir-birlərə qarşılıqlı əlaqədə olan endokrin və sinir qarşılıqlı əlaqə ilə burada təbii ki, hüceyrələr, molekulyar strukturdur. Hər biri bu belə deyək də kompleks şəklində həyata keçirilir. Yəqin ki, bu termini eşitmisiniz ki, 21-ci əsrin adrenal yorğunluğu. Çünki 10 il öncə deməyim, hətta 20 il öncə mən tələbə vaxtlarıma baxdıqda çox rahatçılıqla, yəni məktəb vaxtlarıma baxdıqda görürdüm ki, həqiqətən də yəni öncəki illərdəki stres faktorları indiki ilə bir deyil. Hətta xəstəliklər də belə deyildi. O vaxtlar xəstəlik müalicəsi daha rahat idi və biz əlçatan idi, yəni onu normal hala gətirmək üçün. Çünki həmin o belə deyək də internet portalları yox idi, insanlar mənfi emosiyanı almırdılar. Yəni dünyada baş verən, ətrafda baş verən hadisələrdən o qədər məlumatlı deyildi və öz kiçik bir dünyasında belə deyək də mübarizə aparırdı. Və qidalarımız da sağlam olduqları üçün biz çox rahat formada, yəni mən anam da həkimdir, bacım da həkimdir, nənəm də həkim olub və gözüm, qulağım həmişə bunu eşidərdi ki, yəni o zamanlar adi qalxanvari vəz problemi, bugün Hashimoto demək olar xanımlarımızın çoxunda var. Adını mən əminəm ki, eşitmisiniz. Aranızda həkim olmayan kontingentlər çoxdur və ona görə nəyə başa düşməsəz, deyin 2 kərə sizə, yəni onun üzərində qalacam. Yəni bu xəstəliklər öncələrdə çox az eşidirdimsə, bugün amma demək olar ki, çox heç bir təəccüblü hal deyil. Yəni sonsuzluq da bura daxildir, istər qadın, istər kişi. Yəni bugün mən sizə nəyə görə atdıqlarından birini də stres faktoru olduğunu biokimyəvi olaraq da bildirəcəm. Ümumiyyətlə, vücudumuzda baş verən, baxın, beynimizin hipotalamusdur bu. Bura diqqət edin. Bu hipotalamusdur və bu hipofizdir. Buradan böyrəküstü vəzlərimizin, böyrəkli üstündə belə bir üçbucaq şəklində, bax buna bənzəyən bir vəzdir. Oradan ifraz olunan maddələr, buna bir də kortizoldur. Vücudumuzda baş verən hadisələri sanki zəlzələ kimi titrədir. Yəni bu zəlzələnin də dozuna görə biz deyə bilirik ki, səndəki vəziyyət yəni gərgindirmi, yoxsa həmən müdaxilə olunmalıdır, yoxsa ki, yəni yüngülvari keçəcək və vücudumuza heç bir mənfi təsir olmayacaq. Və stres sorunları, ümumiyyətlə hər bir fərdin stresə qarşı cavab reaksiyası da fərqlidir. Burada genetik amil də, ətraf mühit də, inkişaf amilləri də mütləq ki, təsir edir. Yəni sözümün məqsədi nədir? İki ailədə böyüyən, eyni tərbiyəni görən, eyni ata-anadan, eyni qidaları yeyən iki insan belə, mən sizə əminliklə deyə bilirəm ki, iki insanın stres faktorlarına qarşı mübarizəsi tam fərqli istiqamətə gedə bilir. Bunun nə ilə əlaqəli olduğunu desək, əlaqələrdən biri də, çünki bizim beynimiz, tamam, eyni genetikanı ala bilərik, amma onun ətraf mühitə qarşı reaksiyası fərqli istiqamətdə olacaqdır. Yəni bu bir gündə buradan da irəli gəlmək olar ki, bizim necə barmaq izlərimiz hər kəsdə fərqlidirsə, düşüncə tərzlərimiz də bizim fərqlidir. Hətta metabolik sürətimiz də belə fərqli istiqamətə gedir. Yəni ona görə də çox bu araşdırmalar aparırlar. Hətta heyvanlar üzərində ən çox araşdırmalar nə üçün? Əkizlər üzərində aparırlar. Çünki eyni bir istiqamətdə böyüyən iki dənə insanın, eyni ata-anadan, eyni genetikanı daşıyan iki insanın təbii ki 1% fərqlilik var. Onunla gedən istiqamətə fərqlilikləri görə biz rahatçılıqla xəstəliklərin inkişafında nələrin amil olduğunu çox gözəl görə bilirik. Demək ki, xroniki stressorlar, yəni bir var güclü, həmən anda baş verdi və biz ona reaksiyamızı cavab verdik və normal həyatımıza qayıda bilirik. Bir də var ki, misal üçün, təbii ki, bu anidən baş verən güclü stres faktorlar vücudumuzda bir mənalı zəlzələni törədir. Və mən bugün negativ notlara toxunmaq istəmirəm, amma misal üçün deyirəm, dəyərli bir əşyasını itirən bir insanın sevdiyi bir qələmi itirməsi ilə, yəni aldığı stres faktorları təbii ki, fərqli olacaq. Yəni mən burada insan itkisinə toxunmaq istəmirəm, amma ümumilikdə siz də bilirsiniz ki, hər bir stres faktorunda dozu var. O vücuda verən təsiri də o dozuna görə fərqliliklər ola bilər. Amma eyni cür reaksiya verirlər. Yəni bizim bu stres faktorlarımız böyüməyə də, maddələr mübadiləmizə də, çoxalmağa da, immun sistemimizə qədər hər bir şeyə təsir göstərə bilir. Baxın, biz doğulduğumuz andan bura prenatal həyatdır, körpəlikdir, uşaqlıqdır, yeniyetməlikdir. Hər bir həyatımızın məqamlarında biz stres faktorlarına qarşı-qarşıya qalırıq. Hətta fizioloji prosesimiz belə, yəni qadın, qız uşaqlarında olan o reql dönəmi belə onlarda stres faktoru, vücudumuzda olacaq bir stres faktorudur. Biz
biz bunun üçün çalışmalıyıq ki, o stres faktorlarını vücudumuz gəldikdə, yəni fikir verin, yeniyetməlik dövründə olan, mən hətta buna psixologiyada, mən yox da, psixoloqlar buna yaş krizləri deyirlər. Yəni hər bir yaş krizində biz müəyyən məqamlarda elə çalışırıq ki, o faktorlara reaksiyamız da fərqli olur. Misal üçün, valideyn olaraq deyirik ki, siz bunu bu cür yanaşmalısınız. Təbii ki, bu insanın əlində də olan bir şey deyil. Bəzən biz İstəmədiyimiz halda da mənfilik edə bilirik. Bu baxımdan biz çalışırıq ki, o stres faktorlarına bədənimiz olaraq, yəni biz hüceyrə bizdən hər dəfə deyirəm, qat-qat ağırlıdır və biz o bizim əmrlərimiz sayəsindən deyil, özünün funksiya baxımı olaraq da vücudda gedən bax bu zəlzələni sanki otağı dağıtdım və yenidən bir robot içəridə təzədən hər bir şeyi öz pulkasına, öz yerbəyer edərək qoymağa çalışır. Və burada bizim qoymağa çalışdığımız məqamlarda vücudumuz bütün rezervlərini istifadə edir. Burada bütün metabolik sürətlər, çünki doğulduqda artıq bizim hüceyrəmiz elə proqramlaşıb ki, içəridə olan o aparatlar, gəlin belə deyək, paltaryoya maşınıdır, paltar tikən maşınıdır və necə deyirsiniz. Bax, o bütün aparatlar elə sistem kimi qurulub ki, əgər orada bir problem olarsa, özünü yenidən yeniləyə bilir. Nə kimi hallarda biz bunu bacarmaya bilərik. Xroniki stres faktoru olduqda, bax, burada artıq işlər fərqli istiqamətdə gedir. Mən sizə burada ola bilər ki, izah etdiyim məqamlar biraz çətin olsun. Əlimdən gəldiyi qədər yüngül izah edəcəm ki, çünki bunlar yəni tibbi terminlərdə ehtiyac yoxdur yadda saxlamaq. Ümumiyyətlə, bütün mərkəz sinir sistemi bizi birbaşa və dolayı yola bütün bədənimizdəki hemostazın qorunmasında cavabdehlik daşıyır. Yəni, kritik vəziyyətdə biz, misal üçün, baxın, əgər biz stres faktorunu idarə etməyə bacarmasaydı vücudumuz, o zaman bir şirlə qarşı-qarşıya gəldikdə beynimizdə iki situasiya baş verir. Donma, yəni durursan yanına və heç bir reaksiya sıfır olaraq da ona bir tepki, yəni təsir göstərirsə və yaxud da ki, anında beynimizdəki olan o adrenalin və kortizolun qalxması səbəbi ilə təsir göstərir bu bütün maddələrə. Anında biz necə bir reaksiya veririk, o hissədən qaçırıq, təbii ki, alına bilirsə. Yəni, bu qaç sistemi olmasaydı, həmən qaç. O zaman vücudumuz bir çox şeylərdə, yəni təbii ki, öz-özünü məhv edə bilərdi. Yəni, bu sistem normal olaraq bu cür qurulub və beynimizin hipotalamusdur, beyin sapıdır, yenə deyirəm, burada hormonların adlarını bilməyə ehtiyac yoxdur. Bunların hər biri bir-birləri sanki zəncirvari bir reaksiyalar olur. Spoçka kimi necə bir-bir mıncıqlara düzürüksə, o formada da istiqamətdə özünü yeniləyir. Və harada nasazlıq varsa, daima o DNT və RNT ardıcılığı, yəni genin orada bizim ona məhsuldar olan gen kodları var ki, onlar daima onu bərpa sistemi edirlər. Amma misal üçün, bəzi xəstəliklər də bura daxil edici. Misal üçün, insult keçirən pasiyentlərdə, paralic olan pasiyentlərdə, yəni ətraflarda sinir keçiriciliyi pozulan insanlarda bərpa nisbətən gec ola bilir. Çünki, nəyə görə? Bunu belə sizə deyim, sinirin özünü bərpa etməsi digər toxumalara nisbətən daha gecdir. Yəni 7 gündən 7 il arası belə bir dönəm deyim sizə. Amma orada axı bizim bütün vücudumuz, yəni bir insan vücudu iki önəmli sistem sayəsində tənzimlənir. Biri sinir tənzimi, biri də humoral tənzim. Humoral tənzim isə bizim bildiyimiz o kiçik dozlarda qanımıza ifraz olunan hormonal maddələrdə, hansı ki bu mədə bağırsaqda da var və xüsusi orqanlarda, hipofizdə, hipotalamusda, qalxanvari vəzdə, böyrəküstü vəzdə, mədəaltı vəzdə. Yəni bunlar yumurtalıqlardır, kişilərdə testosterondur. Bunlar hər biri testislərdə, hər biri vücudumuzun idarə olunmasında mühüm rol oynayırlar. Baxın, HPA nədir? HPA aksı deyirik. Hipotalamus, yəni biz buna baxın, burada qeyd edilir. Hipotalamus, hipofizar, adrenal sistem. Yəni, bu qısa olaraq deyim. Beyin və bizim böyrək üstünümüzü birləşdirən bir uzun bir sap kimi düşünün. Və bu bizi idarə edir. Yəni, çünki əlaqə sistemindədir və idarə edir. Fikir verin, HPA aksından kortizol ifraz olunur ki, hansı ki, bu bizi ümumiyyətlə, belə deyim də, vücudumuzun bütövlüyünü qorumasında iştirak edən önəmli maddələrdən biridir. Əgər bizdə bu hormon, axı bunun pis tərəfini, yəni zaten bilirik. Müsbət tərəfini sizə qeyd edim ki, əgər bizdə bu hormon ifraz olunmasaydı, o zaman biz şirlə üzbəyiz qaldıqda qaçmayasıydıq və nəyə məhkum olasıydıq? Yəni, negativ yenə də notlara toxunmayaq. Yəni, biz həmin o mənfi olacaq o sonuçlara
artıq qatlanmaq zorunda qalasıydıq. Onun üçün də bax bütün bu vücudumuzda olan bu stres faktoru sayəsində ifraz olunan maddələr əslində bizim ona qarşı verəcəyimiz reaksiyadan daha az zərərlə çıxmamıza səbəb ola bilir. İndi nə bizim üçün zərərdir, onlara birazdan toxunacağam. Endokrin oxlar necə təsir göstərir? Baxın, ümumiyyətlə bütün stres faktorları, yəni kortizol qanda artıq artıbsa, yəni bir daha vurğulayıram, kimisə paltaryan maşının motoru xarab olub deyə əsəbləşir, kimisə evində yəni evladına istədiyi bir əşyanı ala bilmədiyi üçün təəssüflənir. Kimisi işində bir problem yaşadığı üçün, kimisi ailəsində olan hər hansı bir fərdlə yaşadığı mənfiliklərə görə. Bunların hər biri vücudumuzda bir kortizol hormonu artmasına səbəb ola bilir. Kortizol artıq baxmır. Burada problem nədir? Sadəcə artdı və vücud ona olacaq bir reaksiyanı göstərir. Və bu reaksiyanın göstərməsində istər reproduktiv, yəni qadınlar və kişilərdə çoxalma funksiyasını yerinə yetirməz. Qadınlarda döllənmədir, kişilərdə spermatozoidin inkişafıdır. Bunlar hər biri, bax bu istər böyümə yəni müddətində, istər tiroid orqanın inkişafında hər birində bax bu stres sistemi təsir göstərə bilir. Bunları nəyə görə sizə vurğuluram, əziz dinləyicilər? Yəni, biz qadınlar və kişilərdə, indi qısa olaraq bura toxunacağım, HPA aksını dəyərləndirdikdə, misal üçün, hər hansı bir fərd, anam ginekoloq olduğu üçün daima bunları eşitmişəm. Yəni, mən o vaxtdan statistika apararaq bunu sizə belə deyə bilərəm ki, kimlərdə biz nəticə ala bilirdik. Yəni, anam nəticə ala bilirdi. Kimlər ki, sinir sistemini düzgün idarə edə bilirdilər. Yəni, bu düzgün idarə etmək o demək deyil ki, mən hər hansı bir preparat qəbul etdim və mən bununla vücudumu idarə edə biləcəm. Xeyr, belə deyil. Kimlər ki, vücudda, yəni o stresdən üzbəyiz gəldikdə, doğru olaraq istər qidalanmasına diqqət edir öncələrdə, istər vücudunu tanıyaraq nədən sakitləşdirə biləcəyini anlayır, istərsə də vücuduna hansı element yetməməzliyi varsa onu yerinə qoyaraq, vücudun, zaten biz etmirik bunu, hüceyrələr bunu edir, hüceyrənin o mübarizədə gücünü daha dolğun saxlaması səbəb olur. Belə bir termin eşitmişsiniz? Yəni hamilə qala bilməyən qadınlara ən çox, təbii ki, bu kişilər biraz az bu haqda, belə deyək, bu situasiyalara düşürlər. Onlar ancaq yəni yoldaşı ya anası müalicə fonunda ona nələr lazım olduğunu bilir, amma qadın daha çox bunu içdən yaşayır və ən çox nə deyirik? İstirahətdə getginə, daha çox yaşlılıqla üzbəyiz ol. Bunları düşünmədən bir həyat tərzi özünə düşün. Eşitmişsiniz bu sözü. Nəyə görə belə deyirlər? Çünki insan bir şeyə beynini odakladıqda, yəni stres faktoru varsa, hər zaman bu haqda düşündükdə o stresi, yəni bir gündə baş verən bu güclü stres faktorunu uzun müddətdə xroniki bir stres halına gətirir. Yəni bizim bir gündə yaşadığımız bir hadisəni, yenə deyirəm, burada mən yaxın itkisini və yaxud da qlobal bir hadisələri demirəm. Çünki onlar da stres faktorudur və biz onlardan həmən çıxmamız zaman alır. Bir də var ki, kiçik stres faktorlardır. Yəni kiçik olması müəyyən bir xəbər aldıq, amma təbii ki, bunun müalicəsi var deyə içimizdə ümid var. O müalicə anına qədər keçirdiyimiz dövrdə biz bunu xroniki stres halına keçirmiş olarıqsa, o zaman ciddi problemlərlə üzbəyiz qala bilirik. Baxın, reproduktiv olaraq da həmin o kortizol bədənə yüksəlməsi, mən burada biokimiyaya toxunmayacağam, o hissə çətindir. Qısa olaraq belə deyirəm, uzun müddətli və xroniki stres faktoru həm kişilərdə, həm qadınlarda ürəmə, yəni böyütmə, əmələ gətirmə sistemində bloklama yaşadır. Ola bilər ki, kimdəsə bu daha qlobal, yəni daha böyük bir problemə çevirir. Kimdəsə yüngül bir regl pozulması, aybaşı pozulmasına göstərir ki, biz bunun içində, indi biraz sonra deyəcəm, metabolik ilk öncə ora təsir göstərsə də, axı uzun müddətdə xroniki olub, bir saat götürün belə, xroniki formada istiqamətdə dəyişən bir sistemdə, orada nəinki reproduktiv sistem, bütün metabolik proseslərə təsir göstərir. Yəni, sual verirsiniz də yəqin ki, mən sual verirlər ki, kiməsə ki, siz nədən belə artıq çəki almısınız? Deyir, stresdən daha çox belə yeyirəm. Əslində, bunun altına yatan yəni faktorlardan biri də yəni bu stres faktorudur. Biraz sonra ona toxunacağım. Stres faktoru zamanı böyümə sistemimiz də təsir göstərir. Yəni, bura mən yenə deyirəm,
Güclü bir stres faktorları əsasən bura təsir göstərir. Amma bilin ki, yəni bizim vücudumuzda inkişafa qədər ingibə, yəni o belə oxun getməsə qarşı bax istiqaməti çəksən, o tip belə deyim ki, şəkillərində bax bu ingibə deməkdir oxa. Yəni bunun qarşısında duran faktorlardan biri bizim böyüməmiz, inkişafımız, hüceyrələrin öz-özünü bərpa sistemi, hər biri bax adaptiv stres reaksiyalarına cavabımızda həmin o stres faktoru o böyümə hormonunun qarşısına alır. Yəni ingibə edə bilərək də vücudumuza mənfilik yarada bilir. Mən istəmirəm sizə mən bu belə deyək də tibbi terminlərə toxunaraq sizi yormaq, yəni yorum. Qalxanvari vəzə gəldik, çıxdıq. Qalxanvari vəz bizim çox yəni əminəm ki, eşitmisiniz ki, kimdəsə eşitməmisinizsə o zaman mən deyim, bir yadınıza salın. Qalxanvari vəzdən əziyyət çəkən pasientlərin çoxunda alt yatan səbəblər, çünki biz 1 saat konsultasiya apardıqda onlarda hər zaman stres faktorunun olduğunu görürük. İndi kimsə deyəcək ki, doktor, stressiz insan mı var? Təbii ki, yoxdur. Amma yenə deyirəm, o stres faktorundan baş etmə gücü hər kəsdə eyni deyil. Və qalxanvari vəz fəaliyyətinin heyvanlar üzərində aparan təcrübələrdə heyvanlara daima stres faktoru edilir. Misal üçün, yatma zamanında onlara mavi işıq salaraq onlarda daxili stresin oyanmasından gətirib çıxarırlar və baxıblar ki, qalxanvari vəzdə də stres, yəni kortizolun vücudda artması onlarda qalxanvari vəzi idarə edən beyindən gələn TSH istehsalında azalmaya, bizim üçün aktiv olan T3-ün, yəni triioditironinin T4-ün T3-ü çevrilməsinin bloklanmasına və eutireot xəstəsi sindromu kimi təsvir edən bir vəziyyət yaranır. Bu da bizə nə verir? Baxın, qalxanvari vəzdə artıq öncəki hal kimi hipotireot, yəni normadan daha az işləməsinə gətirib çıxaracaq bir vəziyyətə salır. Bu bizə nə verə bilir? Gəlin bunu açıqlayaq. Dövr edən qlikokortikoid, yəni stres hormonlarının vücudda bax bu cür dövriyyəsi xroniki olaraq adaptiv stres reaksiyası zamanı ondan arzu olunan enerjini qənaət etməsi üçün əslində baxın bu dediyim cümlə bizi qorumaq amaclı bunu edir. Demək ki, stres faktoru baş verdikdə, mənim qalxanvari vəzində fəaliyyət zəiflədikdə, yəni vücud bunu bilir. Nə üçün? Arzu olunan enerjini qənaətə gətirmək üçün bunu edir. Əks halda vücuda çoxlu itki baş verərdi. Dağılma, katabolizm, yəni parçalanma baş verərdi. Siz deyəcəksiniz ki, doktor, bəzən bu biraz yaxşıdır. Yəni piylərin parçalanması burada gedir. Bu ilkin stadiyada belə gedir. Sonra belə olmur. İndi biraz sonra baxacaq. Metabolik olaraq stres faktoru necə təsir edir? Az öncə də sizə vurğuladım. Burada biraz çox dayanacağım. Ümumiyyətlə, stres faktoru vücudumuzda ilkin atakında hər kəsdə bu belədir. Yəni tək bir neçə pasiyent adı deməyəcəm. Bütün sistemdə biokimyəvi olaraq qlikokortikoidlərin ümumiyyətlə hər bir stres faktorunda, yəni o bizim enerji resurslarımızdan istifadə olunmasında ilk növbədə katabolik təsir göstərir. Yəni parçalanma. Burada pi də daxildə, əzələdə. Amma iş orasıdır ki, birinci təkanında həmin o qlikokortikoidlər, yəni stres zamanı artan hormonlar qaraciyərimizdə olan rezervlərdən, yəni enerji rezervlərinə istifadə edir. Qanda müəyyən miqdarda qlukozanın səviyyəsini artırır. Yəni qanımızda enerjinin normada qalması üçün təkan verir ki, bizim üçün lazım olan o beynimizə, ürəyimizə, qaraciyərimizə enerjinin balansda saxlaması üçün tədbir görür. Amma bu təkcə bundan yetmir. Və ikinci etapda artıq nə olur? Skelet əzələləri bizim buna yaşlılarda sarkopeniya deyilir. Bunu hər zaman qaçırıq bundan. Həm skeletlə, həm sümüklərdə, dəridə də zülallarda degradasiya, yəni parçalanma gedir. Hansı ki, biz bunu heç istəmirik. Bu arada bunu da deyim, biz nəyə görə həmin o InBody aparatından keçiririk pasiyentləri? Çünki biz orada çəki verməni tənzimlədikdə hər zaman diqqət edəcəyimiz məqam zülal itkisinin qarşısını almaqdır. Bəzən kimsə deyir ki, doktor, mən bir ayda 12 kilo çəki verdim. 12 kilo çəkinin piydən getməsi mümkün deyil. O zülalın yenidən bərpa olunması, əziz dinləyicilər, zaman alır. Yəni, elə də asan bir qayda deyil. Qaydaq dərsimizə. Demək ki, katabolik fəaliyyətdə paralel olaraq, yəni parçalanma həmən baş verir. Çünki vücudda enerji bizim üçün o stres, zəlzələni, təzdən o daşları tikməkdən ötürü bizə enerji lazım. Düzdürmü? Mən sizə bunu paralel izah edirəm ki, siz gözünüzdə bunu canlandırasınız. Bir bina gözünüzün qarşısına gəlir və orada bir zəlzələ baş verdi. Yenidən o binanı tikmək üçün insana faktorlarına, yəni işçi qüvvəsinə və enerjiyə tələbat var. Ona görə də o bizim içimizdə olan o enerjide parçalayaraq katabolik fəaliyyəti
yəni artırır. İkinci paralel olaraq nədir? Həmin o kortizol və qlikokortikoid hormonları hədəf toxumalara, burada abdominal toxumalarda, orqanlarımızda nə edir? Həmin o böyümə hormonu, hansı ki bizdə vücudda artma, anabolik bir hormondur da, insulin və cinsi steroidlər kişidə də, qadında da anabolik təsirləri antagonlaşdırır. Yəni, onlarda həmin o abdominal, visceral, qarın daxili piyələnmənin artması səbəb olur. Deməli, buradan aydın olundu ki, əziz dinləyicilər, ilkin etapda katabolik olaraq parçalama, yağların ərinməsi getsə də, bir müddətdən sonra artıq visceral, yəni qarın daxili piyələnmənin artması gətirib çıxardır. Mən isə bunu praktikaya çevirirəm. İlk öncələrdə, misal üçün, streslə təzə-təzə tanış olan insanlarda iştahdan kəsilmə baş verir. Və ona görə qalxan vari vəzin aşağı düşür, immun sistemə təsir göstərir. Bu normal olaraq da vücud öz enerjisini gizlədir. Və başlayır istər-istəməz o təzədən yenidən bərpanı qurmaq üçün bizə enerji lazımdır və katabolik proseslərə keçir. Sonra mən təzədən qidalanmama qayıdıram və bir müddət davam etdikdən sonra insan əsəbi halda daha çox yeməyə tələb edir vücud. Nəyə görə? Çünki burada kortizol ön zərərdə pik səviyyəyə qalxır, sonralarda enir və axırda rezistentlik yaradaraq toxuma onu tanımaz hala gəlir. Və bu tanımaz halda gəldikdə bu təbii ki uzun müddət davam edir. Yəni bir gün içində baş verən proses deyil. Artıq visceral piyələnmə, bədən çəkidə artma, yəni bunlar osteopeniya da baş verir, sümüklərdə zəifləmə. Yəni uzun müddətli xroniki stres faktorunu əmin olun ki, vücudumuza təsirsiz ötüşmür. Burada da qeyd etmişəm şəkildə, baxın, həm visceral toxumanın artması və sümüklərdə əzələ kütləsinin isə azalmasına gətirib çıxarır. Yəni istəmədiyimiz bir haldır. Gəldik, çıxdıq ən önəmli məqamlardan biri. Niyə görə mədə-bağırsaq sistemində bu qədər hər zaman tələbələrə də, hər zaman pasientlərə də bildirirəm ki, ümumiyyətlə mədə-bağırsaq sisteminin tənzimlənməsində beyindən gələn bir azan sinir var. Baxın, azan sinir. Bu sinir normal olaraq mədə və bağırsaqlarımızı hərəkətə gətirən, peristaltik hərəkət etdirən, qidanı bir hissədən digər hissəyə ötürən bir sistemdir. Yəni, siz düşünün ki, stres faktoru daima bizim vücudumuza təsir göstərir. Bir düşünün və təsir göstərdikdə nə baş verir? Gəlin bunu sizə deyim. Adları unudun və nəyi ingibə edir, nəyi oyadır, bu tibbi terminlərdir. Bunlar yəni çətin məqamlardır. Qalxanvari vəz də burada rol oynayır təbii ki, çünki əks halda hipotireoz vəziyyət yaratmasaydı bizdə çəki artması baş verməzdi. Ümumiyyətlə, bizim stres faktorumuz beyinə təsir göstərir, daima impuls verdikdə, kiçik bir, misal üçün, bayaq Şəlalə xanım dedi, evladının yaxşı oxumaması və yaxud da ki, kimdəsə istədiyi bir çantanı almaması, yəni kimisə üçün bu kiçik gələ bilər, amma həmin insan üçün qlobal bir problemdir. Təbii ki, evladın oxuması, yəni bu bir mənim də elə bir valideynəm ki, bu mənim üçün də yəni sadə bir problem gəlmir və mən də çalışıram bunu öhdəsindən gələm, amma daima özümdə olacaq dediyim bir cümlələrdən biri də, yəni hər kəs evlad insan olsa da belə, özünə müqayisə etməməlidir. Özü ola bilər ki, müəyyən bir uğura çatıb, müəyyən bir o pillələr var da, çox asan keçibdir, amma evlad üçün bu həqiqətən çətin məqam ola bilər. Gəlin geri qayıdaq dərsə. Demək ki, azan sinirin tonusunu saxlayan parasimpatik sinirdir. Yəni, vücudumuzda simpatik və parasimpatik sinir var. Mən simpatik siniri artırdıqda, parasimpatik sinir sistemi zədələyir. İndi bunu mən sizə loru dillə izah edim. Düşünün, bizə bir ayı ilə qarşılaşdıq meşədə, nə bilim, bir ilanla. Fərq etmir. Yəni, o zaman, o anda beynimiz nə düşünürsə, sevmədiyimiz bir insanı qarşılaşanda da və yaxud da qorxulu başqa bir hadisə ilə qarşılaşanda eyni bir məqamı yaşayır. Bu zaman, misal üçün, əsəbləşdikdə iş yoldaşı ilə, rəhbəri ilə, dostu ilə fərq etmir, ailədə də ola bilər. Bu zaman biz yemək yeməyə saxlamalıyıq. Niyə? Mən sizə bunu bildirim. Çünki azan sinir öncəki tonusda deyil. Və mən əgər həmin o simpatik sinir sistemi oyandıqda parasimpatikanı məcbur oyatmağa çalışsam, bu onu baskılayır. Və baskıladıqda nə olur? Qida mədəri uzun müddət qalır. Qıcqırma, gəyirmə, həzmsizlik, mədə şirəsində azalma, qəbizlik, peristaltik hissələrin artması və
xroniki stres faktoru ilə uzun müddət davam edən bu problemdə genetikada olan autoimmun proseslərin də, yəni vücudun özünü düşmən tanıyaraq ona hücum etməsi. Kimdəsə qalxanvari vəzi ola bilər Hashimoto, kimdəsə bağırsaqlarına ola bilər, kimdəsə qaraciyərinə ola bilər, kimdəsə oynaqlarına verə bilər artrit. Yəni, bax bu beynimizə təsir göstərən stres faktoru, əziz dinləyicilər, bizim həzm sistemimizə bax bu cür təsir göstərir, qidanın sorulmasına mənfi təsir göstərir. İndi gəlin mən sizə belə bir sual verim, suala siz cavab verin. Əgər mənim stres faktorum mədə bağırsağıma bu cür uzun müddətli təsir göstərərsə, sizcə mənə lazım olan qida maddələri qidanı yedikdə sorulma prosesini idarə edə bilərəmmi? Sizcə necə olacaq? Chat bölümünə yazın zəhmət olmasa. Yəni mən əgər bir şeydən daima əsəbləşirəmsə və xroniki bir stres altındayamsa, həmin azan sinirinin tonusunu daima aşağı salıramsa, mənim qidalarımı yedikdən sonra mədə bağırsaq sistemini parçalanmam, sorulma, ondan sonra isə bütün orqanlara qan dövranına çatdırılma prosesində bir zəifləmə sizcə yaşayacaqmı? Təbii ki, yaşayacağım. Çünki sorulma prosesi qidanın bir hissəsindən digər hissəsinə evakuasiyası nəticəsində ötürülür. Əgər bu proses olmazsa, əziz dinləyicilər, bizim yediyimiz ən faydalı qida da belə olsa, biz oradan nəticəni almayacaq. Bura diqqət edin. Çünki o alacağımız, misal üçün, baxın, bütün vücudumuzda belə bir çarxlar var. Buna metil döngüsü çarxlar deyilir. Bir koliso işlədiyimiz təkər düşünün. O təkər digər təkəri oyadır. Digər təkər, digər təkər. Yəni bir dənə təkərin fırlanması bütün vücudda gedən, bax o sirkulyasiya, yəni bütün o dövrələri təsir göstərir. Bax o sirkulyasiya təsir göstərəcək açarlardan biri də B12 vitaminidir. Buna biz ona nadlı vitamin deyirik. O vitamin mənim sinir stres faktorum sayəsində daima mədədən o Kastel faktoru var ki, o vitamin əlindən tutur. Yəni beyni, mədəmizin hüceyrəsindən bir maddə ifraz olunur. Ona Kastel faktoru deyirik. O Kastel faktoru bizim B12 vitaminimizin əlindən tutur qidalarda. Onun nazik bağırsaqda olan enzimlərin, hansı ki onu parçalaya biləcək maddələrin təsirindən qoruyur, paketləyir və nazik bağırsağın müəyyən hissəsindən sorulmasına səbəb ola bilir. Yəni düşünün ki, mən daima stres faktorun içindəyəm. Bu prosesi ilk növbədə pozacaq amillərdən biri də budur. Demək ki, əgər mənim mədə-bağırsaq sistemimdə stres faktoruna bağlı pozulmalar varsa, mən nə qədər də onun qıcqırmasına, reflüsuna, qəbizliyinə, ishalına dərman verəcəmsə də, yenə də bax bu stresi yönəltməyi öyrətməsəm, bəzən 3 seans misal üçün mən çalışıram ona dəstək olan, amma sonra isə artıq professional psixoloqlara yönəldirəm ki, orada onu müalicə edə bilsinlər. Çünki nəticə ala bilmirik. Və bir də bu məqamda deyim, piylənmədən əziyyət çəkən insanların demək olar çoxunda, bax bu sistem, eyni ilə bu sistem dediyim kimi olur. Yəni nə demək istəyirəm? Stres faktorun təsirindən nəyə yaşayırıq biz? Həmin mədə-bağırsaqda həzmsizlik problemlərini yaşaya bilirik. Az öncə də kortizoldan danışdıq, böyrək vəziyyəti sintez olunur və beyni idarə edərək yaranmış vəziyyətə qərar verməmizə səbəb olur. Stres bizim üçün kiçik dozlarda mükəmməl, yəni uğur qazanmağımızda, addım atmağımızda, həmən bir çözüm, bir həll tapmağımızda əslində yardımcı olan məqamlardan biridir. Və bunun ritmi olaraq da baxın, səhər saatlarına, namaz saatları girəndə oyanır, artıq 1 saat axşama doğru, gecə yarılara doğru bu normada belə olmalıdır ki, azalır. Amma nə görürük biz əziz tələbələr, əziz dinləyicilər, bəzən səhər ayıldıqda belə bunun yəni oxun istiqaməti baxın buralarda gedir. Bu deməkdir ki, artıq onda kortizol rezistentliyi var. Bu da sirkadian ritmdir ki, daima bax bu ritm sayəsində bizim vücudumuzda bu hormonlar balanslı şəkildə idarə olunaraq, istər kortizol, çünki kortizol zaten vücudumuzda sintez olunur. Stres faktorunda ona anidən ifraz olunmaz səbəb olur. Amma normada da az öncə də sizə göstərdiyim bax bu ritm sayəsində biz onu idarə edirik. Burada isə mən sizə Selye'dən danışmaq istəyirəm biraz. Hansı ki stres 1939-cu ildə Viyanada anadan olub, nəyi belə deyək də araşdırıb edib? Stres faktorunun xəstəliyin qeyri-spesifik əlamətləri və simptomlarının təməlində dayandığını belə deyək də təyin edən ilk alim idi və o bu fazı reaksiyanı 3 mərhələyə bölərdi. Həyəcan reaksiyası, bir belə deyək də nə-nəsə qarşılaşdıq, həyəcanlandıq və ona müqavimət göstəririk, yəni ya mənfi, istər müsbət, istərsə mənfi bir reaksiya göstəririk və sonda bu uzun müddət davam edərsə, artıq tükənmə mərhələsi gələ bilər. Və bunun idarə olunmasında vücudda iki sistem var, az öncə də vurğuladım.
avtonom, hansı ki həmən gördüm, həyəcanlandım. Misal üçün o anda elə düşünün ki, baxın, balkondan baxan bizim yaxınımız reşotka da yoxdur, yuxarı mərtəbədən, pəncərədən baxır. Həmən biz o kortizol ifraz olunmasaydı, biz o beynimizdə o oyanmanı yaşatmasa necə olasıydı? Gedib onu oradan götürüb də yerə qoymaq və yaxud da bir də bura çıxmaq olmaz deməyimizə səbəb nədir? O kortizolun vücudda artmasıdır. Əks halda, yəni düşünün, baxın, beyni işlətməyən insanlarda, o reaksiya verməyən insanlarda, yəni ağıldan zəif olan insanlar ona reaksiya verə bilərmi? Xeyr. Demək ki, vücudumuzda o ağıl işləməsi, kortizolun vücudumuza bu cür təsiri bizə həmən reaksiya verərək də onu oradan müsbət tərəfə istiqamətləndirməmizə səbəb ola bilir. Baxın, burada kəskin bu normal stres vəziyyətidir. Burada artıq iltihab reaksiyası baş vermir. Yəni anidən gördüm, həmən özümə deyirəm, sakitləşmək lazımdır. Böyük bir şey deyil, böyük bir itki deyil. Biz bunu atlatdıq. İkinci halda isə, yəni o xronik hala keçərsə artıq patologiya baş verir. Yəni əks əlaqə mexanizmi ilə baxın, beyin böyrəküstü vəzlər, baxın bu sirkulyasiya edir bir-birlərinə mənfi təsir sayəsində vücud daima elə fikirləşin ki, daima bir zəlzələ sistemindədir. Kiçik balla. Həmən artıq bunların uzun müddət davam etməsi, əziz dinləyicilər, hətta Şəlalə xanım da bunu təsdiqləyəcək ki, uzun müddət bunun davam etməsi bizdə panik atak və təşviş halının daima həmən qapı birdən açıldıqda insan stres yaşayır. Düzdürmü? Yəni bunu bizə ən çox pasiyentlər deyir, doktor, məsələn, mən mədəsini müalicə edirəm, orada qəbizlik fonunda aşkar olunub ki, insanda imtahan qorxusu var və daima imtahana girəcəyindən bu təşviş içində bu 4 ili panik ataklı bir halda yaşayıbdır. Yəni, bu normal bir şey deyil. Ya ona mütləq dəstək olmaq lazımdır, ya da ki, o dəstək yoxdursa, o artıq bunun yüksək qiymət almağı və yaxud da ki, kursdan keçməsini və yaxud da ki, mənim sahəm deyildi, oradan uzaqlaşması üçün bir qərar almalıdır. Uzun müddət xronik stresin davam etməsi artıq kortizol rezistentliyinə gətirib çıxarır ki, biz səhər yuxudan durduqda belə deyil, yerdə baş verir davam etmək. Bu zaman insanlarda nə baş verir? Aşırı çəki, düzgün qərar verməmə qabiliyyəti, artıq panik atak da burada baş verə bilər və artıq çəkini bayaq qeyd etdim və nəinki mədə bağırsaqda, qalxanvari vəzdə də bütün hormon dəngəsinin pozulmasını gətirib çıxarır. Amma yaxşı hal nədir, əziz dinləyicilər? Ümumiyyətlə, yaxşı hal odur ki, hər bir halda biz vücudumuzu geriyə döndərə bilirik. Misal üçün, kimisində bu geri döndərmə, stres faktorunun geri döndərməsi kitab oxuyaraq baş verə bilər. Kimisində əslində sevmədiyim bir haldır, amma mövcud olan vəziyyəti dəyərləndirir və görür ki, mən ailədə baş verən bu problemi uzun illərdir çözə bilmirəm və mənim çözə bilməyəcəyim üçün ya mən bunu evladlarım qarışıb əziyyət çəkərək davam etməliyəm, ya da buna bir son verməliyəm. Misal deyirəm, hər kəsin yaşam tərzinə uyğun olaraq, streslə mübarizə gücünə uyğun olaraq da atacağı addımlar vardır. Amma biz həkim olaraq nəyə dəstəkləyirik? Biz həkim olaraq o pasientlərə burada dəstək olmaq üçün bütün vücuda baxırıq. Yəni, baxın, o bədənimizdəki artan hormonların balanslaşdırılması üçün qaraciyər bizim üçün önəmli laboratoriyadır. Onun üçün də qaraciyərdə artıq stres faktoru varsa, piylənmə də var. Qarın daxil. Ola bilər mənim qolum, ayaqlarım arıq olsun, amma qarın nahiyədə bir piylənməm olsun. Bu zaman qaraciyər artıq demək ki, zədə görübdür. Biz bunun üçün qaraciyərdə, mən də burada hər bir şeyi qeyd etməmişim, amma qısa deyirəm, şəkər mübadiləsini tənzimləyən terapiya, Glikoboks, yəni Sibirska Zdоровье, yəni belə deyək də, müalicə sxemində o preparat da var. Adi çayların istifadə edilməsi, relax boksdur, maqnezium mineralının istifadəsi, sinkin istifadəsidir. Novamin nə üçün burada qeyd etmişəm? Sevdiyim preparatlardan da vücudumuzda baş verən bu istər daxili, istər xarici stres faktorlarında vücudda istər-istəməz baş verən reaksiyalar, zəlzələlərdə o reaksiyalarına geri döndürməsi üçün bizə antioksidant rezervlər lazımdır. Bunun üçün də bizə Novamin, A, D, C, D, Y, D önəmli antioksidantlardan biridir. Təbii ki, başqa antioksidantlar da var, glutationdur, alfa-lipoydur, bunlar da major, yəni baş bizim bildiyimiz antioksidantlardır, amma bunlar da vücudumuza ehtiyac olan antioksidantlar toplusudur. Yəni, əziz dinləyicilər, stres faktorunu yönəltməyimizi İstər müstəqil, istərsə də dəstək terapiya sayəsində əlimizdən gəldiyi qədər onun, yəni öncəki hala gəlməsi üçün addımlar atmalıyıq. Əks halda biz nə ilə üzləşə bilərik? Xroniki stres faktoru vücudumuzda zamanla davam etdikdə toxumalarda katabolik prosesi sürətləndirdiyi üçün istəmədiyimiz hallarla, xəstəliklərlə, xəstəliyin gedişatında bizə
müalicə faktorlarının qarşısını alan bir mənfi bir istiqamət kimi yəni hal yaşadır ki, hansı ki biz bunu istəmirik və daima çalışırıq ki, ilk öncə stres faktorunu həll edə bilək. Amma günümüzdə təəssüflər olsun deyirəm ki, pasientlərimizi biz psixoloq dəstəyi almağı tövsiyə etdikdə nə ilə qarşılaşırıq əziz bizi dinləyənlər? Yəqin sizlər də bunu şahidisiniz ki, yox mən ağılda problemim yoxdur. Mən niyə görə psixoloqa müraciət etməliyəm? Yəni bizim artıq düzdür, öncəki illərə baxdıqda daha fərqli istiqamət görürük psixoloq dəstəyi ilə, amma hələ də tam o səviyyəyə gəlməmişik ki, biz psixoloq dəstəyi ilə bir xəstəlik müalicəsində onun da vacib olduğunu görə bilək. Yəni əziz dinləyicilər, ümidvaram ki, sizlərə bir maraqlı bir yanaşma oldu stres faktoru yöntəmində, amma təbii ki, stres uzun bir yəni istər müalicəsi, istər yanaşması, istər yəni onun idarə edilməsi o qədər çətin bir məqamdır ki, çünki bunu biz ona görə hər dəfə dönə-dönə deyirəm, fərdi istiqamətlə yanaşdığımız hər bir yanaşmada biz uğur əldə edə bilirik. Çünki insana hər kəsə az öncə də göstərdiyim preparatlardan birini verərək də sənin müalicən bununladır demək yanlış olardı. Biz ora dəstək terapiya da veririk, vitamin mineral kompleksinə də baxırıq, müalicə sistemini edirik. Misal üçün, əgər mən bunları edirəmsə, qəbizlik varsa, onu həll etmirəmsə, təbii ki, orada stres faktoru da önəmlidir. Amma dəstək terapiyası etməliyəm ki, o verdiyim vitaminlərdən sorulmanı əldə edə biləm. Biz o zaman nəticə ala bilmirik. Yəni, əziz dinləyicilər, hər birimiz müəyyən bir məqamda bir pasientə təsir etməyimiz üçün ona kompleks yanaşmalıyıq. Yəni, stres deyə keçməli deyilik. Bilin ki, hər bir xəstəliyin altında yatan səbəblərdən biri də stres faktorudur. Mən hər birinizə yəni, gündəlik həyatımızda yaşayan stres faktorlarla mübarizədə güc diləyirəm və ümid edirəm ki, bugünkü mövzumuz sizlərin də maraq dairəsində oldu. İndi sizə suallarınız varsa, gəlin onları birlikdə